COVID-19 virusunu. İnsanlar var ki, qorxurlar ki, bu virusu yoluxarlar və o qədər qorxurlar ki, sanki beyinlərinə şuuraltıda yerdilər ki, mən tutacağım bu virusu. Özləri onu o qədər təhsil edirlər ki, bəli, yedirlər. Hətta Tofiq, belə bir məqam var ki, həddindən artıq çox əllərini dezinfeksiya eləyəndə, spirtləyəndə, yuyanda, sən lazımi sənin əlini qoruyan bakteriyaları belə öldürürsən. Ona görə hər şeyi qədərində eləmək özü bizim xeyrimizə olacaq. Doğrudur. Tez-tez bu mövzuya toxunuruq. Atalar sözü də var, deyir, niyyətin ara mənzilin ora. Yəni, beynində nə qədər bir şey haqqında düşünürsənsə, o yerinə yetə bilər. Bax, bu psixoloqların gəlin bir rəyi ilə, şərhləri ilə tanış olaq. Görək, bax, COVID haqqında həddən artıq çox düşünmək, çox qorxmaq nə kimi fəsadlara gətirib çıxarda bilər? İki maskadan istifadə edirsiniz. Bunu təhlükəsizlik məqsədi ilə yoxsa qorxursunuz? Qorxuram. Yəni, əvvəl qorxmurdum. Ətrafında çox insan korona olduğundan görə qorxuram. Qorxu və ya həddindən artıq qorunmaq. Bəzən belə şəxslər COVID-19-a daha tez yoluxurlar. Düzdür, diqqətli olmaq və qorunmaq tövsiyə edilir. Amma psixoloji olaraq özünü buna hazırlamaq əslində bəzən yoluxmanı tezləşdirə bilər. Yoluxmanın artmasının kökündə psixoloji amillər də dayanır. Mütəxəssislər belə deyirlər. Elə insanlar var ki, konkret olaraq demək olar ki, hələ xəstələnməyiblər, heç bir problem yoxdur. Sadəcə ola bir xəstəlik xəbərindən belə, kiminsə xəstəlikdən əziyyət çəkməsindən belə konkret olaraq artıq özünü həmin xəstəlikdən əziyyət çəkmiş bir insan kimi görür. Təbii ki, bunlar obsessiv əlamətlərdir. İnsan bu tip psixoloji problemlərdən əziyyət çəkdiyi an çox ciddi gərginlik keçirdir, həyəcan səviyyəsi artır və nəticədə immunitet sistemi düşür aşağı. İstər-istəməz istənilən virusa yoluxa bilər. Psixoloqun sözlərinə görə belə insanlar çox vaxt düşünürlər ki, xəstəlik ölümə bərabərdir. Bu düşüncələr isə xəstəliyin həqiqətən də ağırlaşmasına gətirib çıxarır. Ona görə də belə insanlara hətta yoluxma statistikası ilə də maraqlanmaq məsləhət görülmür. Bundan başqa, koronaviruslu xəstələrin 80%-də nevroloji əlamətlər aşkarlanır. Həyəcan səviyyəsi çox yüksəkdir onlarda. O həmin hipoxondrik əlamətlər kifayət qədər çoxdur. Obsessiv əlamətlər çoxdur. Sayrışan hallar nevrozu çoxdur. Yəni, bax, bunlarla mübarizə aparmaq üçün onlara məncə düşünürəm, psixoloji dəstək də vermək lazımdır. Nəyə görə? Çünki mən düşünürəm ki, burada ən böyük dəyişikliyi özümüzü qorumaqla şuurumuzda aparmalıyıq. Qorunmaq və ya qaydalara riayət etmək isə vacibdir. Mütəxəssislər də, elə paytaxt sakinləri də düşünürlər ki, sərtləşdirilmiş karantin rejimi yoluxma sayının azalmasına səbəb olacaq. Xəstəlik çox basır, inanıram. Qabaq inanmadım, indi inanıram. Sizcə bu sərtləşdirilmiş karantin rejimi ki başlayır, bunun yoluxma sayının azalmasına təsir olacaq? Bəli, əlbəttə ki olacaq. Olacaq. Azalda bilər, bir xeyli azalda bilər, əlbəttə. Ondan qabaq sərtləşdirilmiş idi, nağda az ki, 2 rəqəmli idi. İndi gəlib 4 rəqəmliyə düşüb, əlbəttə böyük fərq var. Özümü maska ilə qoruyuram, əllərimi yuyuram evə gedəndə. Var idi ki, inanmıram deyən, amma başına gəldi hal-hazırda koronadır. Bu mübarizədə ən böyük uğurumuz isə sanitar-epidemioloji gigiyenik normalara əməl etməkdir. Vacib olmadığı təqdirdə evdən çıxmamaq, xüsusi riskli və həssas qrupları qorumaq da vacib faktordur. Çinarə Vaqif, Orxan Ağazadə, Telesəhər.